Herkese salam, kanalıma hoş geldiniz. Bugünkü mövzumuz rəngli eskizlərin yerinə yetirilməsi üçün materiallar haqqında olacaq. Kostyumun bədii layihələndirilməsində ənənəvi eskiz texnikalarında akvarel, guaş, az hallarda tempera işlədilir. Bunların köməkliyi ilə rəngli eskizlər yaradılır. Bu texnikalardan hər biri təsvir olunan kostyumun materiallarının fakturalarının verilməsini öz xəyali effektini təmin edir. Belə ki, imitasiya edir. Quru fırça ilə iş sərt xəss hissini oyadır və s. Eskizi işləyərkən rəssam bunun hökmən nəzərə almalıdır. Eskizin işlənilməsinə müxtəlif üslublarının əlaqələndirilməsi nisbəti kostyumun ideyasını artıq hazırlanmasının ilkin mərhələsində hər tərəfli və daha dolğun açılmasına kömək edir. Akvarel, latın sözündə agua olub, su bildirir. Bu bitki yapışqanı əsasında alınır, suda qurlaşdırılır. Onun əsas keyfiyyəti şəffaflıq, rəngin təmizliyidir ki, ondan da kağızın tonu və fakturası sızır. Akvarellə rəsmlər özündə həm təsviri sənət əlamətlərini, tonun zənginliyini, tonların keçidinin yumuşaqlığı, həm də qrafikanın əlamətlərini birləşdirir. Təsvirin qurulmasında kağız fəal iştirak edir. Akvarelin spesifik iş üsulları var. Yuyulma və rəngin birindən digərinə axması təsvirində mütəhərriklik, çəkisizlik və yüngüllük effekti yaradır. Akvarel rəsmlər sincabın, Sibir siçovulunun, porsuğun tükündən hazırlanmış yumuşaq fırça ilə çəkilir. Akvarellə işləmək üçün xüsusi relyef fakturası olan akvarel kağız daha münasib sayılır. Akvarel boyaları ilə quru kağız üzərində işləmək olar. Bu zaman ləkə dəqiq sərhədləri ilə axır. Yaxud da yaş, yəni nəmli kağızda işləmək mümkündür. Sonuncu halda çox maraqlı effekt alınır. Boyanın ləkəsi kağız üzəri ilə yumuşaq şəkildə yayılır. Təsviri tonal nüansların yaranması ilə ləkələr bir-birinə qarışaraq axırlar. Akvareldə müxtəlif rənglərin və çalarların alınması iki üsulla əldə edilir. Mexaniki paltarda müxtəlif rənglərin koller formasında ilkin qarışdırılması yolu ilə, optik yeni çaların əmələ gəlməsi ilə şəffaf rəng ləkələri qatlara bir-birlərinin üstünə düşürlər. Bu üsul lessirovka adlanır, yəni şəklin bozarmış yerlərinin təzələnməsi. Eskiz qrafikasında akvarel çox zaman tuş və perole çəkilmiş rəsmlərlə əlaqələndirilərək özünə məxsus rəng astarı yaradır ki, bunun üzərində şəkil dəqiq və aydın çəkilir. Guaş, İtalyanca guazzo sözündən sulu boya mənasını verir. O nazik ovxalanmış rəngli pigmentdən ibarətdir. Buna suya yapışqanlı qummi, arabik, buğda kraxmalı, dekstrin və s. və ağ rəngin qarışığı əlavə edilir. İlk dəfə guaş akvarelin müxtəlif növlərindən biri kimi meydana gəlmiş, lakin sonralar rəng məsaməsinin sıxlığı üçün ağ rəng əlavə etməyə başlamışlar. Akvareldən fərqli olaraq guaşla şəffaf işləmək alınmır. Rəng kağıza sıx ləkə ilə qoyulur. Guaşın bir neçə xarakteri xüsusiyyətləri var və fəaliyyətinə yenicə başlayan rəssamın bunları bilməsi vacibdir. Birincisi, boyaların tərkibinə daxil olan ağ boyaqlar rəng ləkələri quruyan zaman güclü parıldayırlar. İkincisi, guaş kağız üzərinə bir qatla qoyulur. Çünki ikinci qat qoyulduqda birinci yuyulmağa başlayır və tamaşaçıda kirli rəng hissi oyadır. Guaş qeyri-şəffaf və həmişə bir qatla qoyulduğundan belə texnikada boyaların yalnız mexaniki qarışdırılması mümkündür. Guaşla işləyərkən akvarel fırçalardan istifadə etmək olar, lakin ən yaxşısı sintetik tüklü xüsusi fırçalardır. Kağızın seçilməsinə də müəyyən tələblər qoyulur. O nəmliyi özünə tez hopdurmalıdır. Yoxsa rəng ləkəsi qoyarkən onun üzərinə xoşagəlməz ləkə əmələ gəlir. Guaş texnikası ilə eskizlər işləyərkən kartondan istifadə daha məsləhətlidir. Tempera, İtalyanca temporare sözündən götürülüb, boyaları qarışdırmaq mənasını verir. Temper boyaları rəngli pigmentdən, bağlayıcı maddə kimi sudan və yumurta sarısından ibarətdir. Emulsiya, həmçinin suda qarışdırılmış bitki yaxud yağla qarışdırılmış heyvan yapışqanıdır. İşin texniki icrasına görə tempera guaşa oxşayır, lakin sonuncu ilə müqayisədə bir sıra üstünlüklərə malikdir. O quruduqdan sonra öz parlaqlığını və təravətini itirmir. Yuxarıdan qoyulmuş ikinci qat aşağıda qatı yumur. Əksinə onu örtür ki, bu da uğursuz rəngi dəyişdirmək imkanı verir. Lakin tempera boyaları olduqca bahadır və adətən yalnız yaradıcı eskizlərin işlənilməsi zamanı tətbiq edilir.